2 yaşım olanda anam və atam boşanıblar. Anam 18 yaşında evlənib. Atam anamı ən yaxın dostunun həyat yoldaşı ilə aldadı. Neçə il atasız böyüdüm. Dərslərimi yaxşı oxuyurdum. Hüquq fakültəsini istəyirdim. Paraleldən bir oğlanı sevdim. Heç vaxt ona demədim. Çünki dərslərim daha önəmli idi. İçimdən bir səs deyirdi ki, onu bir gün tapacağam. Hüquqa qəbul oldum. Bir iş tapdım. İşləməyə başladım. Bir gün şirkətdə bir problem oldu. Ora getməli oldum. Neçə ildir ürəyimdə dolanan oğlanı gördüm. Mühəndis kimi işləyirdi. Hələ də eyni hiss etdiyimi fərq etdim. Onunla bir təhər danışmağa başladım. Bir il sevgili qaldıqdan sonra nişanlandıq. 5 aydan sonra evləndik. Kimsə atama mənim toyum olduğunu demişdi. Mən atamdan nifrət edirdim. Çünki bir dəfə də olsun məni axtarmamışdı. Bunu eşitdim. Xəbər göndərdim ki, toyuma gəlməsin, amma gəldi. Həyat yoldaşım bir şey etmə, bugün bizim günümüzdür, dedi və məni sakitləşdirdi. Toyun ortasında gördüm ki, atam yoxdur. Sən demə yoldaşımın dostları atamı qovublar. İndi 2 ildə evliyik. Bir qız, bir oğlan, əkiz övladlarımız var. Yoldaşımın ailəsi ilə də aramız çox yaxşıdır.